İslamabadda keçirilən və bütün dünyanın diqqətlə izlədiyi Amerika Birləşmiş Ştatları İran danışıqları nəticəsiz başa çatdı. Bu isə regionda gərginliyin yenidən artacağı ehtimalını gücləndirib. Bəs danışıqlar niyə uğursuz oldu? RTV-yə açıqlama verən Elxan Şahinoğlu bildirib ki, danışıqların nəticəsiz qalmasına əsas səbəblərdən biri də İranın uranın zənginləşdirilməsindən imtina etməməsidir. İran əvvəlki tək uranın zənginləşdirilməsinə tamamilə imtina etmək istəmir. Digər bir mövzu Hörmüz boğazı ilə bağlıdır. Müharibədən əvvəl ümumiyyətlə beynəlxalq aləmin belə bir problemi yox idi. Tehran Hörmüz boğazına nəzarət etmək istəyir və bundan imtina etmir. Amerika prezidenti Donald Trump bir sıra açıqlamalarda Hörmüz boğazının İranın nəzarətində olması onu maraqlandırmadığını söyləsə də, amma sonrakı açıqlamalarda bununla bağlı narahatlığı bir neçə dəfə dilə gətirdi. Çünki Hörmüz boğazında qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcıların qiymətlərini qaldırır. Bəs bundan sonraki proseslər necə inkişaf edəcək? Nəticənin əldə edilməməsi əslində Pekin üçün də yaxşı xəbər deyil. Çünki Pekin də vasitəçilərdən biri idi. Pakistanla Çin 5 maddəli plan da hazırlamışdılar əslində məsələni bir dəfəlik həll etmək üçün, amma alınmadı. Bu deməkdir ki, yenidən müharibə olsa Çinin enerji daşıyıcılarına çıxışı yenidən əngəllənəcək görünür. Bəlkə də Ağ Ev administrasiyasına da bu lazımdır. Tərəflər arasında əsas fikir ayrılıqlarından biri də strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlıdır. ABŞ tərəfi məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verir. Prezident Trump Hörmüzdən keçidin tamamilə qarşısının alınacağını bildirib. Eyni zamanda ABŞ-nin boğazı nəzarətə götürmək üçün hərəkətə keçəcəyi də deyilir. İndi hələ ki İran öz tələblərindən geri çəkilmir. Amerika ilə də qarşıdurma davam edir və belə olarsa, yəni biz yenidən bölgədə lokal toqquşmaların şahidi ola bilərik. Tərəflər arasında bundan sonra hadisələrin necə cərəyan edəcəyini isə zaman göstərəcək.